Müthiş sürətlə intensiv çirkləndirən bu polietilen torbalar ölkənin və dünyanın ciddi problemlərindən biridir. Və Azad İstehlakçılar Birliyi də müəyyən iş apardı ki, polietilen torbaların pulla satışı həyata keçirilsin ki, bəlkə bunun ətraf müddət tullantısı azalar. Bu MDB məkanda və digər ölkələrdə olan bir təcrübədir ki, biz buna istədik ki, həyata keçirilsin. Lakin təəssüflər olsun, hökumət bu arada qərarlar qəbul etsə də, biznes qurumları yenə də vəziyyətdən sui-istifadə etdilər. Polietilen torbaları rəhli buraxdılar. Polietilen torbaların üzərində öz reklamlarını yerləşdirdilər. Pulla satmaqla bərabər əlavə bunlar da olundu. Hansı ki, Azad İstehlakçılar Birliyi tərəfdarıdır ki, polietilen torbalar son dərəcə nazik olsun, heç bir rəng olmasın, reklam materialı olmasın. Çünki reklam materialında ağır metallardan istifadə olunur, rənglərdən. O ağır metallar da zəhərləyici evlərə daşınır və s. Və bu azmış kimi 2 gün, 3 gün ərzində artıq polietilen torbaların qiymətində də qalxma olubdur və keyfiyyət də aşağı düşübdür. Və polietilen torbaların qiymətinin qalxmasına satıcılar da narazılıq edirlər. Əhali elə etməlidir ki, polietilen torbalardan bir dəfəlik imtina olunsun. Ev, bazar torbalarına istifadə edilməsi lazımdır və təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyi hələ 4 il bundan öncə 500-ə qədər ekoloji təmiz bez torbalar hazırladı və bunu biz əhaliyə pulsuz payladıq. Layihə çərçivəsində biz bunu etmişdik və əhali tərəfindən çox yüksək qiymətləndirildi. Və belə bez torbaların, yəni dəfələrlə istifadə oluna bilən ekoloji təmiz bez torbaların istifadəsinə keçmək lazımdır. Əhalini çağırıram ki, bir dəfəlik bazar torbalarına keçsinlər. Ən yaxşı alternativ dünyanın heç bir yerində olmayan talış zəmbilləridir və yaxud cənub zəmbilləridir. Ən ekoloji təmiz, ən uyğun. Mən özüm daim həmin o zəmbillərdə bazarlıq edirəm.